Vətəndaş elektrik enerjisinə ayda 5 manat pul ödəyirsə, bura elektrik enerjisinin istehsalına, onun paylanılmasına, ötürülməsinə və sairə çəkilən xərclər daxildir. Bunu Energetika Nazirinin müavini Samir Vəliyev Milli Məclisin Təbii Ehtiyatlar Energetika və Ekologiya Komitəsinin iclasında elektroenergetika haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib. Yeniliyə əsasən, elektrik enerjisinə görə ödənilən vəsait iki hissədən ibarətdir. Məsələn, hər hansı 10 binanın 8-də yaşayış var, amma ikisində yaşayış yoxdur. Lakin transformator məntəqəsi qurulmalıdır. Onun xərci tarifin içərisində olmalıdır. Yenilik ondan ibarətdir ki, onun xərci ayrılsın. Hansı ki, iki mənzildə yaşamlılar, onlar da ayda həmin sabit tarifi ödəyəcəklər. Bu, binada yaşayanların yükünü azaldır. Bu qanun layihəsinin hazırlanması zamanı beynəlxalq təcrübədən istifadə olunub, deyə nazir müavini bildirib.